Vətən uğrunda döyüşmək hünərdir. Yaralanaraq yaşamaq isə iradə. Onlar bədənlərinin bir hissəsini savaş meydanında qoyub geri döndülər. Amma ruhları, iradələri tam bütövdür. Çünki onların yaraları Azərbaycanın qürur medallarına çevrilib. Onlar canlarından keçdilər ki, biz sabaha sağ çıxa bilək. Qollarından, ayaqlarından, bədənlərinin parçalarından imtina etdilər. Vətən uğrunda döyüşüb, vətəni üçün savaşan qəhrəman vətən müharibəsi əlillərindən biri də Cabbarlı Sahib İbadoğludur. Sahib 2001-ci il oktyabr ayının 25-də Bakı şəhərində anadan olmuşdur. Sabunçu rayonu 305 sayılı tam orta məktəbdə təhsil alan Sahib həm dostlarının, həm də müəllimlərinin hörmətini qazanmışdı. Sahib vətənpərvər, dövlətinə, bayrağına sadiq birisidir. O, hələ balaca vaxtlarından 1-ci Qarabağ müharibəsində iştirak edən qohumlarından Qarabağ haqqında soruşar, Qarabağa getmək arzusu ilə yaşayarmış. Sahib idmana həvəsli idi. O, kempo qarışıq döyüş növləri və judo ilə məşğul olur. Respublika çempionatına qatılan Sahib millimizin yığma komandasına seçilir. 2020-ci ilin yanvarında hərbi xidmətə çağırılan Sahib böyük həvəslə xidmətə yollanır. Aşiq olduğu hərbi formanı geyinən Sahib nizam-intizam ilə seçildiyi üçün qısa müddət ərzində komandirlərinin sevimlisinə çevrilir. Xidmət dövrünün 9-cu ayında hər kəsin çoxdan gözlədiyi irəli əmri gəlir və Sahib də döyüşlərə birinci atılan igidlərimizin sırasında olur. Sahibin döyüş yolu filmlərdə gördüyümüz döyüş səhnələrini xatırladır. O, bir an belə qorxmur, daima düşmənin üzərinə yeriyir. Düşmənin çoxsaylı canlı qüvvəsini məhv edir. Oktyabrın 30-da Xocavənd uğrunda gedən döyüşlərdə yaralanan Sahib döyüş meydanından çıxarılır. Göstərdiyi qəhrəmanlıqlara görə Füzulinin, Cəbrayılın, Xocavəndin azad olunmasına görə Vətən müharibəsi iştirakçısı medalları ilə təltif edilir. İgidimiz bugün belə yenidən müharibə olacağı təqdirdə silaha sarılmağa hazırdır. Onun üçün vətən hər şey və hər kəsdən üstündür.